Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiyai vəl mursalin nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcma'in əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram və yenə də Rəbbimizə şükür edirəm ki, Allah Azza və Cəllə bizi yenə də müvəffəq edib ki, onu zikr eləyək, onu xatırlayaq, onun dinini öyrənək və imanımızı artıraq. Həqiqətən, elm məclislərinin böyük rolu var. İnsanın sabit qalması üçün, insanın islah olması üçün və bizim bugünkü dərsimiz Böyük Günahlar kitabıdır. 12-ci dərsdir bu barədə və bugün götürəcəyimiz mövzu hər birimizin həyatında çox önəmli olan mövzudur. Bu mövzu da nədir? İnsanın qəlbinin daşlaşması. Həqiqətən, insanın bədənində bir orqan var ki, o daşlaşa bilir. Elə daşlaşır ki, nə olur? O daşı heç bir şey əritmir. O daşlaşdığı zamanda insan heç neydən təsirlənə bilmir və qəlb elə bir orqandır ki, bədəndə o, bütün orqanların böyüyüdür, başıdır. O islah olarsa, bütün orqanlar islah olar. O körlanarsa, bütün orqanlar körlanar. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu barədə bir hədisində buyurub ki, həqiqətən cəsəddə bir mudğa nədir? Ət parçası var ki, o salih olarsa, düzələrsə, bütün bədən düzələr, o körlanarsa, bütün bədən körlanar. O da nədir? Həqiqətən o da qəlbdir. Və insanın əməllərində, günahlarında israrlı olması, itaətləri eləməməsi, xeyirlərdən məhrum olması, haramlar üzərində ləzzət alması o insanın qəlbinin daşlaşmasının əlamətlərindəndir. Çünki qəlb elə bir orqandır ki, o ya xeyirdən ya da zərərdən təsirlənir. Yəni, vallahi bugün görürsən ki, insan qəbirstanlığa gedir, insan ölümə baxır, ölüyə baxır, qəbrə baxır, təsirlənmir. İnsanın qəlbi təsirlənmir. Bu da həmin qəlbin ölməsinin əlamətlərindəndir. Ona görə də alimlər deyərlər ki, yəni qəlbin ölməsi cəsədin ölməsindən xeyirlidir. Niyə görə? Çünki qəlb öldüyü zaman artıq insanın axirəti əlindən alınır. Cəsəd öldüyü zaman isə insanın dünyası əlindən alınır. Ona görə də insanın qəlbinə diqqət eləməlidir. Və lakin bugün insanlar baxırsan ki, bütün orqanlarının sağlamlığına fikir verirlər. Yağa baxırlar, südə baxırlar, ətə baxırlar, hər şeyə baxırlar ki, cəsədi salamat qalsın. Lakin qəlbə baxmırlar. Halbuki onların nicat tapması nədir? Qəlbin islahından keçir. Ona görə şeyx burada ən böyük günahlardan açıb ki, yəni qəlbin daşlaşması. Və Allah Subhanahu taala'nın ayəsini gətirir ki, Maidə surəsi 13-cü ayədə Allah Subhanahu taala buyurur ki: "Fəbimə naqdihim misaqahum la'annahum və ca'alna qulubahum qasiyatan yuharrifunal kelimə an mevadi'ihi." İsrail oğulları, yəni Bəni İsrail verdikləri əhdi pozduqlarına görə biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. İki dənə cəza verir Allah Subhanahu taala. Yəni lənət və qəlblərinin daşlaşması. Və onlar kitabda olan kəlmələrin yerlərini dəyişdilər. Burada təfsirlərdə zikr eləyəcəm. Və şeyx burada dedik ki, gətirdi ki, böyük günahlardan qəlbin daşlaşması. Və bu da böyük günahlardandır. Və dedik ki, qəlb bədəndə sanki bir padşahdır. Dedik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Ələ və innə fil cəsədi mudğa, İzə salihət salihəl cəsədu kulluh və izə fəsədət fəsədəl cəsədu kulluh. Ələ və hiyəl qalb." Deyir, bədəndə bir ət parçası var ki, o salih olarsa, doğru olarsa, bütün bədən doğru olar. O körlanarsa, bütün bədən körlanar. Və həqiqdə o deyir, qəlbdir. Və əgər qəlb yumşalarsa Allahın zikri ilə, yəni Quranla, qəlbi ümumiyyətlə ən çox təsir eləyən, ən çox qəlbi yumşaldan nədir? Quran. Allahın kitabı. İnsan nə qədər Allahın kitabını oxuyarsa, o qəlb yumşaq qalacaq, salamat qalacaq. Və xüsusən də tədəbbürlə oxuyarsa, onun mənalarını fikirləşərək oxuyarsa, o qəlb yumşalacaq. Və insan xeyir üzərində olacaq və xeyir itaətlər eləyəcək və əgər insanın qəlbi daşlaşarsa, ona heç bir şey təsir etməyəcək
və əksinə o əza günahlar üzərində və asiliklər üzərində, itaətlərdə tənbəllik üzərində olacaq. Yəni, bu qəlbin daşlaşmasının əlamətləridir. Yəni, qəlb daşlaşarsa, yaxud da qəlb yumuşalarsa, zahirdə üzə çıxır. Yəni, bir insana baxırsan ki, insan itaətlərdədir, insan ibadət üzərindədir, əlhəmdülillah ibadətlərində salamatdır və daimən xeyir işlərdə yarışır. Bil ki, bu insanın qəlbi Allahın istədiyi qəlblərdəndir. Yox, insan yəni itaətlərdən qaçır, ibadətdən ləzzət almır, haramlarda sabitdir, haramlar üzərində qalır. Bil ki, o insanın qəlbində sərtləşmə var. Və sonra şeyx burada ayə gətirir, Şeyx Fovzan və buyurur ki, o vaxt ki, Yahudilər, Allah Subhanahu taala, yəni Yahudilərdən bir nəfər öldürür Bəni İsraildən və onların qatilini tapmaq üçün Allah Subhanahu taala onlara nə əmr eləyir? İnək kəsməyi. Bəqara surəsi ilk Quranda ikinci surədir, ən böyük surədir Qurani-Kərimdə və Bəqara onun adı ilə götürülüb. Allah Subhanahu taala Musaya əmr eləyir ki, onlara desin ki, inək kəssinlər. Və onlar da inəyi kəsməkdə məqsəd nə olur? O ətini ölüyə vururlar və ölü dirilir. Və qatilinin kim olduğunu deyib təzən ölür adam. Və bu hadisə dəhşətli bir hadisədir. Bu sanki bir insanın ölünün dirilməsini Allah onlara göstərir. Və bu hadisədən sonra da onlar Allahla olan əhdlərini pozurlar. Yəni biz burada götürdük ki, insanın qəlbini sərtləşdirən, daşlaşdıran əməllərdən birincisi nədir? İnsanın Allahla olan əhdi pozması. Əhd nədir? Allaha sən əhd verirsən. Nədir? Yəni deyirsən ki, mən sənə şərik qoşmayacağam, əsas əhd budur və yalnız sənə ibadət eləyəcəm. Və Muhammed sallallahu əleyhi və səlləm dini üzərində sabit qalacam, qırağa çıxmayacam, bidətlərdən uzaq olacam. Bu əhdi pozurlar onlar və Allaha şərik qoşurlar. Və sonra Allah Subhanahu taala onların qəlbi barədə xəbər verir və buyurur ki: "Summa qasat qulubukum min ba'di zalika fehiye kal-hicarati aw ashaddu qaswa." Bu hadisədən sonra onların qəlbləri elə daşlaşdı ki, hətta deyir daş kimi oldu və yaxud da daşdan da daha bərk. Və demədi burada dəmir kimi. Çünki dəmir istidə əriyir. Amma daş isə heç bir istilik ona təsir etmir. Yəni heç bir təsir onların qəlblərini təsirləndirmədi. Və sonra Allah Subhanahu deyir ki: "Və inne minel hicarati lema yetefeccaru minhul enhar ve inne minha lema yashaqqaqu feyahrucu minhul ma ve inne minha lema yahbitu min xashyatillah ve mallahu bighafilin amma ta'malun." Lakin daşlarda da xeyir var. Yəni onların qəlbi daş kimidir, amma onların qəlbində xeyir yoxdur. Amma daşlar var ki, onlarda xeyir var. Yəni o daşlar ki, onlardan qaynayıb su çıxır. Və elə daşlar var ki, onlar yarılır, içindən su çıxır. Və elə daş da var ki, Allahın qorxusundan qayalardan yuvarlanıb yerə düşür. Allah sizin etdiklərinizdən xəbərsiz deyil. Yəni təsəvvür et ki, yəni onların qəlbi o qədər daşlaşdı ki, yəni heç bir itayətə, heç bir ibadətə meyl etmədilər ondan sonra. Allahla olan əhdi pozduqlarına görə, o boyda möcüzədən sonra yenə də asiliyə qayıtdıqlarına görə. Ona görə insan Allah qorusun, ona haqq gəldikdən sonra batilə yenə də meyl eləyərsə, alimlər gətirirlər ki, onun cəzası nədir? Nədir? Batilin sevdirilməsi. Necə ki, başqa bir ayda Allah Subhanahu taala Bəni İsrailə kitab göndərir, rəsul göndərir və onlar nə edirlər? Kitabı arxalarına atırlar. Yəni baxmırlar kitaba. Və fikir vermirlər. Allah Subhanahu taala sonra onlar nə deyir? Və onlar deyir Süleymanın səltənətində وَاتَّبَعُوا مَا تَتْلُ الشَّيَاطِينُ عَلَى مُلْكِ Süleyman. Onlar Süleymanın səltənətində nə edirlər? Gedib şeytanlara tabe olurlar. Yəni şeytanların gətirdiklərinə tabe olurlar. Ona görə kim haqqı bilə-bilə batilə meyl eləyirsə, Allah o batilin ləzzətini onun qəlbinə salır və qəlbini daşlaşdırır onun. Allah qorusun. Ona görə görürsən, bugün nə qardaşlar var ki, batil şeylərdən çəkinə bilmirlər. Dəfələrlə nəsihət edirsən, dəfələrlə baş salsan. Nə içində o? Çünki o insan haqqı bilir, batildən çəkinmir. Ona görə Allah Subhanahu taala onu batilə yönəldir. Allahdan qorxsun ki, ondan da daha dəhşətliləri gələcək onun dalıyca. Çünki heç bir insan bir günahda sabit qalmır. Günah da növbəti günahı gətirir. Ta ki, hara qədər? Hara qədər? Küfrə qədər. Şeytan nə edir? Şeytan dayanmır. Şeytan gecə-gündüz işləyir. Bu günahlar adi şeylər. Zina, oğurluq, faiz, bunlar boş şeylərdir. Şeytan əsas məqsədi nədir? Sən əbədi cəhənnəmə salmaq. Ta ki, sən namazı tərk elətdirincə, namazlarında uzaqlaşdırınca səni. Bu günləri, məsələn, 5 namazdan birini nə edir? Sübhü qıldırmır sənə. 4 dənəsini qıldırsan, əlhəmdülillah. Yox, birinci sübhü də qıldırmır. Sübhü gecikdirir səni. Görürsən ki, sübh çıxanda qıldırır sənə. Subhanallah. Deyir, işlədim üstündə. Yaxşıdır. Biraz keçir,
Sübh çıxdı. İnsan üçün təsir etmir. Vaxt vardı ki, insan ağlayırdı sübh çıxanda. Təsir edir. Zöhr, deyir, eyb yox. Sonra insan yenə tövbə eləmir. Günahlarında zöhr getdi. Əsr getdi. Məğrib getdi. Birisi insan. İnsan yenə rahatdır. Başlayır başqa-başqa günahlar. Ta ki, səni şirkə salına qədər. Şirkə salır əhəmlə. Sonra yəni, artıq rahat olur ki, bir insana da mən artıq əbədi cəhənnəm sakinlərindən elədim. Ona görə insan gərək günahlarında israrlı olmasın. Necə ki, Bəni İsrailə bu bəla gəldi. Və başqa bir ayda Allah Subhanahu taala buyurur ki, Ələm əhəd iləykum ya bəni Ədəmə əllə ta'budu şeytan innehu lakum aduvvun mubin. Məgər deyir, mən sizə deyir, əhd almadımmı ki, ey bəni Adəm övladları, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir. Fikir verin. Burada nə edir? Allah Subhanahu şeytana nə etməyin? İbadət etməyin. Deməli, insan şeytanın addım izlərinə gedərsə, o sanki şeytana ibadət etmiş olur. Ona görə sən əhdi pozursan. Hansı əhdi? Sən deyirsən ki, əşhədü ənə Muhammed Rasulullah. Mən şahidlik edirəm ki, Muhammed sallallahu aleyhi və səlləmdən başqa mənim üçün rəsul yoxdur. Yəni, onun yolu mənim üçün bir dənə yoldur. Amma tutduğun yol kimin yoldur? Şeytanın yolu. Bu əhd deyil artıq. Bu əhdi pozduğun əhdi. Ona görə qəbirdə gəlib səndən mələklər sual elədikləri zaman o insanlar ki, itaətlərində bu cür nə olublar, onlar necə cavab verəcəklər? Hə. Yəni ki, yada sala bilməyəcəklər. İnsanlar deyirdi, mən də deyirdim. Ona görə də insan gərək sabit olsun. Və başqa bir ayda Allah sonra deyir ki, və iz əxəzə rabbuka min bəni Ədəmə min zuhurihim zurriyyətəhum və əşhədəhum alə ənfusihim ələstu bi rabbikum qalu bələ şəhidnə ən təqulu yevməl qiyaməti innə kunnə ən həzə qafilin. Allah Subhanahu deyir ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların zürriyyətlərini çıxardaraq mən sizin Rəbbiniz deyilənmi deyə onların özlərindən, yəni onların özlərinin əleyhinə onlardan əhd aldı. Onlar dedilər ki, bəli, biz şahid olduq, siz qiyamət günü biz bundan xəbərsiz idik deməməniz üçündür. Alimlər bu ayənin təfsirində gətirirlər ki, bir təfsirdə gəlir ki, yəni Allah Subhanahu taala hər bir insanı nə üzərində yaradır? Fitrət üzərində yaradır. Sonradan o atası, anası, necə hədisdə gəlir də, onu ya xristiyan, ya yahudi, ya da atəşpərəst eləyir. Ona görə də hər bir doğulan uşaq, müsəlman olsun, müşriklərin uşaqları olsun, cənnətlikdirlər. Əgər ölərlərsə, həddi buluğa çatmayıblarsa, həddi buluğa çatmadan ölərlərsə, o uşaqlar nədirlər? Cənnət əhlidirlər. Çünki onlar nə üzərində doğulurlar? Fitrət üzərində. Ona görə alimə gətirirlər ki, əgər nəfs və şeytan olmasa, insan doğulduğu kimi də yaşayacaq. Tövhid əhli kimi, Rəbbini tanıyacaq. Hər bir insanın daxilində nə var? Rububiyyə, fitrətində rububiyyə var, Allahın təkliyi var. Lakin şeytan sonradan onu atasının, anasının əlinə və başqa təsirlərlə yönəldir başqa istiqamətlərə. Və bu əhdi Allah Subhanahu taala bizə əhd alıb Allah Subhanahu taala bizdən. İnsan gəl bu əhdi ölənə qədər qorusun. Və biz burada götürdük ki, bu əhddən, yəni bu əhdi pozmaq üçün pozduqdan sonra Bəni İsrailə 2 dənə hansı bəla gəldi? Birinci Allahın lənəti gəldi onlara. Allah Subhanahu deyir ki, "Lu'inəl-ləzīnə kəfəru min Bəni İsrailə." Allah Subhanahu taala yəni Bəni İsrail o kafirləri lənətlədi. Yəni lənət nədir? Allahın rəhmətindən qovulmaq. İnsan Allahın rəhmətindən qovulursa, artıq ondan bədbəxt insan yoxdur. Və ikinci isə onların qəlblərini daşlaşdırdı. Və cəalnə qulubəhum qasiyətən yuharrifunəl kəlimi ən məvadihi. Və biz deyir onların qəlblərini qasiyə, yəni bərkləşdirdik və onlar kitabda yəni bəzi ayələrin yerini dəyişdilər. Hətta bəzi alimlər bu ayənin təfsirində gətirirlər ki, qəlbin daşlaşmasının əlamətlərindən biri də nədir? Ayələri səhv başa düşmək. Bu ayəni nə üçün gəlib düzgün başa düşmürsən? İnsana ayə gəlir, o ayəni Allah və Rəsulun istədiyi şəkildə başa düşmür, tamamilə əks alınır. Necə bidət əhli kimi. Bidət əhlini görsən, gətirdikləri bütün o dəlillər hamısı şübhədir, dəlil deyil. Görsən, hamısını o nəyə ki dəlil gətirirlər öz batillərinə, onlar əslində batildir, şübhədir, şübhələrdir. Haqq deyil, aydındır. Ona görə insanın birinci Allahla, yəni Allah tərəfindən qəlbinin qatlaşmasının əsas səbəbi insanın əhdi pozmasıdır. Və ikinci şeyx sonra burada gətirir ki, Allahu nəzzələ əhsənəl hədisi kitabən mütəşəbihən məsaniyə təqşəirru minhu culudullezine yaxşavne rabbahum thumma talinu culuduhum və qulubuhum ilə zikrillah. Allah Subhanahu taala buyurur ki, Allah sözün ən gözəlini ayələri bir-birinə bənzəyən və təkrarlanan kitab olaraq nazil etdi. Yəni Quran nədir?
Quran təkrarlanan və bir-birinə oxşayan kitabdır. Niyə görə Quran təkrarlanan deyir? Kim deyər? Hə? Niyə görə Quran təkrarlanan kitab deyilir ona? Çünki Quran-Kərimdə baxırsınız ki, Musanın qissəsi neçə yerə təkrarlanır. Başqa qissələr neçə yerə təkrarlanır. Şirk aləti çox yerə təkrarlanır. Hamısı nə üçündür? Hamısı sənin ibrət almağın üçündür. Sən oxuyasan, burada oxuyursan, yadından çıx, keçsin növbəti ayət. Onu tez-tez oxuduğun zaman Quran hər dəfə sənə təkrarlayır. Və həmçində Quran-Kərimdə nə var? Quran-Kərimdə baxırsan ki, günahkarlar gəldiyi zaman Allah Subhanahu sonra itaatkarları zikr eləyir. Cəhənnəm gəldiyi zaman daha da nə zikr eləyir? Cənnətdə. Yəni bir-birinin dalıyca əks şeyləri zikr eləyir ki, hər iki insan ibrət alsın. Günahkar da, itaatkar da. Məsələn Allah Subhanahu buyurur ki, "İnnel ebrara lefi naim." Həqiqətən yaxşı insanlar, əbrarlar cənnətlərdə olacaqlar və innel fuccara lefi cahim. Lakin günahkarlar isə cəhənnəmdə olacaqlar. Və sonra Allah deyir ki, "Həzə zikrun və inne lil muttaqina la husna ma'ab." Yəni həqiqətən də müttəqilər, yəni onlar üçün deyir, gözəldir, qayıdış yeri var. Onların yəni yerləri gözəldir və sonra deyir ki, sonra buyurur ki, "Və inne lit tağina la şerra ma'ab." Və azğınlar içinsə, yəni şey var. Yəni ki, qorxulu o pis yer var. Və Quran möminlərin qəlbini yumşaldır. Allah Subhanahu deyir ki, bax fikir verin, biz özümüzə mömin deyirik. Möminsənsə, sən Quranla özünü imtahan elə. Əgər bu Quran sənin qəlbinə təsir eləmirsə, bil ki, sənin qəlbin daşdır. Necə ki, Allah Subhanahu taala başqa bir ayədə buyurur ki, "Ləv ənzəlnə həzəl Qur'ana alə cəbəlin lərəaytəhu xaşi'an mutasaddian min xəşyətillah." Əgər biz bu Quranı dağa nazil etsəydik, o Quranın qorxusundan parça-parça olardı. Quran sənə təsir eləmir. Niyə təsir eləmir sənə? Bu Allahın kitabıdır. Allah deyir ki, dağa nazil etsəydi, dağı dağıdardı. Dağ bilsəydi ki, Quran ayələri ona aiddir, mükəlləfdir o Quranla, xitab dağadır, dağ qorxudan parçalanardı ki, Allah mənə hədələyir. Amma Quran bilir ki, Quranda olan hədələr dağa aid deyil, dağ bilir onu. Amma insan bilir ki, ona aiddir, heç nə təsir etmir. Heç bir şey təsir etmir. Hər bir həyatda olan təhlükə ona təsir edir. Və yaxud, məsələn, bilir ki, maaşı kəsiləcək, təsir edir qəlbinə. Xəstəliyi var, təsir edir qəlbinə. Bir problemi var, təsir edir qəlbinə. O saat onu təsirlənir ondan. Amma elə ki, cəhənnəm ayələri gəlir. Allah sən hədələyir orada, təsirlənmirsən. Allah Subhanahu buyurur ki, "İnneməl mu'minunəl-ləzi" bax fikir ver. İnnəmə ədatı gəldi. Ancaq möminlər o kəslərdir ki, "Əlləzinə izə zukirallahu vacilət qulubuhum." Onların yanında Allah zikr olunduğu zaman qəlbləri qorxu içində olar. Və izə tuliyət aleyhim ayatuhu, onlara Allahın ayələri oxunduğu zaman zədəthum imanən, imanları artar və alə rabbihim yetevəkkalun, və Rəblərini təvəkkül eləyərlər. Əlləzinə yuqimunəs-salata, o möminlər ki, namaz qılarlar və mimmə rəzaqnahum yunfiqun, və Allah onlara verdiyi o ruzulardan, onlara hər gün, hər ay verdiyi ruzulardan Allah yolunda xərcləyərlər. Ulaikə humul mu'minuna haqqa, fikir ver, həqiqi möminlər, möminliyi haqq eləyən möminlər onlardır. Yəni, həqiqi mömin o kəslərdir. Və Allah Subhanahu fikir ver. Birinci nəyə gətirdi? Yəni, Quran-ı Kərim onların qəlblərinə təsir eləyir. Onlar, müminin qəlbi, yəni Quran ayələrindən belə olmalıdır. Və başqa ayda Allah Subhanahu buyurur ki, və Allah Subhanahu başqa bir ayda qəlbi sərtləşdirən və ya da qəlbi yumşaldan ayələrdən biri də Allah Azza və Cəllə Hədid surəsinin 16-cı ayəsində buyurur ki, Ələm yə'ni lilləzinə əmənu ən təxşəə qulubuhum li zikrillahi və mə nəzələ minəl haqqi. Möminlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması vaxtı gəlib çatmadı mı? Yəni, elə bir vaxt gəlmədi mi artıq ki, möminlər üçün ki, Allahın ayələri gəldiyi zaman onların qəlbi yumşalmasın. Yəni, bu ayə, Quran-ı Kərimdə olan əzəmətli ayələrdən bir ayədir. Yəni, mömin bu ayə haqqında fikirləşməlidir. Subhanallah, artıq vaxtı deyilmi ki, mənim qəlbim yumşalmasın? Niyə mənim qəlbim yumşalmır? Ümumiyyətlə, dəvətdə ən gözəl dəvət nədir? Allahın ayələrini insanlara oxumaqdır. Sizə iki dənə qissə danışacağım. Baxın, görün ki, bu ayələr kimlərin qəlbini dəyişib.
kimlərin qəlbini dəyişib. Və Peyğəmbər sallallahu əleyhi və səlləm necə Quran-ı Kərimdə insanlara, necə Quranla insanlara dəvət edib. Onlardan birincisi sahabədir. Və sahabənin adı Cübeyr ibn Mut'im radiyallahu anh. Böyük sahabələrdəndir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm əsirləri dəvət eləmək üçün çox vaxt cəmaət namazlarını gəlib əsirlərin yanında qılardı. Elə məscidin yanına gətirərdi əsirləri. Əsirlər gəlib, o müşrik əsirlər orada dayansınlar. Namaz qıldığı zaman o ayələri onlar eşitsinlər. Və Cübeyr ibn Mut'im də Bədir döyüşündə əsir düşmüş müşrikləri fidyə verib aparmaq üçün gəlmişdi Məkkədən. Gəlmişdi ki, o əsirlərə pul versin, fidyə versin, əsirlərin pulunu qaytarsın. Və təsadüf edir məğrib namazının vaxtına. Və Peyğəmbər sallallahu əleyhi və səlləm məğrib namazında Tur surəsini oxuyurdu. Və bu ayələri eşidir. Allah Subhanahu deyir ki: "Əm xuliqu min gayri şeyin em humul xaliqun. Em xalaqus semawati vel ard bel la yuqinun. Em indahum xazainu rabbika em humul musaytirun." Bu ayələri eşidir. Fikir ver, nə Allah Rəsulunu dəvət eləyib, nə bir müsəlman onu dəvət, heç kəs onu dəvət etmir. Sadəcə ayələri eşidir. Allah Subhanahu taala deyir ki, o ayələrdə ki, yoxsa onlar heç bir şey olmadan mı yaradılıblar? Heç kəs onları yaratmır. Yox idi elə bir şey ki, onları yaradan. Və yaxud da onlar özlərini mi yaradıblar? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. Yoxsa Rəbbinin xəzinələri onların yanındadır. Yoxsa onlar hökm sahiblərdir. Yəni, bunlardan biri olmalısan da sən. Ya səni kimsə yaratmalıdır, ya Allahdan başqa. Yoxdur elə bir kəs. Və yaxud da sən özünü yaratmalısan. Sən özünü necə yarada bilərsən ki, sən yox idin, yoxluq varlığı necə yarada bilər? Və yaxud da ki, səmaları və yerin yaradılması sənin əlində olmalıdır. Və yaxud da ki, sən onlarda hökm sahibi olmalısan. Cübeyr ibn Mut'im deyir ki, bu ayələri eşidəndə az qaldı ki, qəlbim uçsun. Çünki qəlb təsirlənir Allahın ayələrindən, dağıdır, oradakı pərdəni götürür. Və həmçinin də deyir, ilk qəlbimə girən anda deyir, iman oldu. İman gətirir. Gəl Allah Rəsulunun yanına şəhadət gətirir. Fikir ver, nə Allah Rəsulunu dəvət eləmişdi, nə sahabə, heç kəs. Və ikinci qissə də, bax, bir oxuduğum ayə içindir. Allah Subhanahu deyir ki: "Ələm ya'ni lillezina amanu an takhsha'a qulubuhum li zikrillahi və ma nazala minel haqq." Möminlərin qəlblərinin Allahın zikri və haqqdan nazil olan ayələr üçün yumşalmasının vaxtı gəlmədimi? Bu ayələr kimin hidayət olmasına səbəb olub? Abidul Harameyn. Kimdir Abidul Harameyn? İki haram diyarın abidi. Kimdir o? Haram diyarlar haradır? Məkkə və Mədinə. Yəni, abidi olub bu adam dövrünün. Fudeyl ibn İyad rəhməhullah. Bu adam qatdan olur. Qatdan nədir? Yol kəsən. Quldur olur. Ham ondan qorxur. Hətta karvanlar yola çıxanda qorxurdular ondan ki, o tutacaq onları. Və bir qıza aşiq olur o. Qızın yanına getdiyi zaman evin üstündən qalxıb qızın yanına atlananda kiminsə Quran oxuduğunu eşidir və bu ayəni eşidir. Deyir, möminlərin qəlbi Allahın ayələrindən yumşalmasının vaxtı gəlib çatmadı mı? Deyir, çatdı. Çatdırsa. Və düşür tövbə edir. Fikir ver, heç adamın xəbəri yox idi ki, o kimi dəvət elədi. Fudeyl ibn İyadı, o adamın həyatını oxuyanda insanın tükləri biz olur. O adam elə bir abid insan olub ki, elə bir ailə böyüdüb ki, oğlu namazı ürəyi patlayıb ölür o adamın. Fudeyl ibn İyadın oğlu namazda oxuyanda, namaz oxuyanda namazda ürəyi patlayıb ölür. Yəni, təsəvvürlə, qulduru insanların ən abid insanına çevirir Quran-ı Kərim. Amma biz bu günlər oxumuruq heç kəssin. Heç kəssin Allahın ayələrini oxumuruq. Çünki özümüzün heç qəlbləri onunla təsirlənmir. Başqasını necə təsirləndirə bilərik? Ona görə Quran-ı Kərim hidayət kitabıdır. Quran-ı Kərim insanların qəlblərini ələ almaq üçün ən gözəl kitabdır. İnsanlara Quran oxumaq lazımdır. İnsanları Qurana dəvət eləmək lazımdır, nəfsivə yox. Allah bizi ıslah eləsin. Və həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İrhamu turhamu. Nə deyir? İrhamu turhamu. Rəhm edin ki, rəhm olunasınız. Vəğfiru yəğfirilləhu ləkum. Bağışlayın ki, Allah sizi bağışlasın. Vaylun ləəqma'il qavl. Vaylun lil musirrinəl-ləzinə yusirrunə alə mə fə'lu və hum ya'lamun. Və həmçinin deyir ki,
o qıfı bənzədir də, sözdə qıf kimi. Yəni sözü eşidib ona əməl etməyən və yaxud da günahlarında bildiyi halda günah olduğunu, o günahlarda yəni israrlı olanların deyir, vay halına. Bu hədis də əzəmətli hədisdir və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, rəhm edin ki, rəhm olunasınız. Yəni rəhm edin kimə? Zəiflərə, ehtiyac sahiblərinə, miskinlərə şəfqət göstərmək lazımdır onlara. Onlara diqqətli olmaq lazımdır. Və bu da qəlbi yumşaldan əməllərdəndir. Qəlbi yumşaldan əməllərdəndir. Deməli, qardaşlar, bizim qəlblərimizin bərkliyinin, haqdan üz döndərməsinin, asiliklərə meyil etməsinin əsas səbəblərindən biri də bizim kasıblardan qaçmağımızdır. Kasıbları sevməməyimizdir. Kasıblardan uzaqlaşmağımızdır. İnsanların miskinlərindən qaçmağımızdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, bu ümmətə yardım onların kasıblarına görə gəlir. Ona görə insan nə qədər ehtiyac sahiblərindən qaçarsa, onun qəlbi heç vaxt möhkəm ola bilməz, bərkə bilməz. Hətta özünüz şahid olursunuz ki, bir gizlindən və yaxud da bir Allah üçün sədəqə verdiyiniz zaman, aparıb o ailəyə o sədəqəni verdiyiniz zaman, o ailənin üzündə olan təbəssümü gördüyünüz zaman o saat qəlb yumuşalır. Necə qəlb olur olsun, insanı ağlamaq tutur. İnsan hətta qəlbi pambıqdan da yumuşaq olur. Necə? O saat kömək gəlir, o saat yardım gəlir. Ona görə insan gərək bu şeylərə diqqət etsin, qəlbini yumuşaq saxlamağa çalışsın və bu da kasıblara, yəni ki, olan qayğıdandır. Və həmçinin də bağışlayın ki, bağışlanasınız. Bu da çox əzəmətlidir. Allah Subhanahu taala möminləri vəsf edərkən nə deyir? Deyir ki, lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, bilin ki, Allah bağışlayandır, rəhimlidir. Ayədə əfv sözü gəlir, bir də safh sözü gəlir. Əflə safhda fərq var. Əf odur ki, alimə gətirirlər ki, əf nədir? Əf saf, əfdən daha üstündür. Əfdə odur ki, insan qardaşı üçün keçir, cəzalandırmır, haqqını alayır ona. Lakin qəlbində inciklik qalır. Safhı isə onu da sir batır. Deyir ki, əli bir şey yox idi. Heç vaxt unudur onu o saat. Bax, mömini Allah Subhanahu taala bunu adlandırır ki, bağışlayın və silin qəlbinizdən. Bilin ki, Allah da bağışlayandır, rəhimlidir. Vallahi, qiyamət günü Allah Subhanahu taala bizim günahlarımızı açıb bizə göstərsə, bizə bildirsə, o günahları ayağımızın altına qoysa, bizim başımız göyə dəyər. Yəni, insan nə qədər bağışlanmaq istəyirsə, qardaşlarını bağışlamalıdır. Və həmçinin də hədisdə gəlir ki, o kəslər ki, eşidirlər, lakin eşitdiklərini unudurlar. Olmaz. İnsan əgər bir ayə eşidirsə və mütləq bilmək lazımdır ki, Quran-ı Kərimin hər bir kəlməsi sənə aiddir. Çünki Quran insanın kitabıdır. Və sən əgər eşidirsənsə, ondan faydalanmırsansa, bax nə gəlib, vay gəlib. Vay gəlib, sən onu diqqət eləməlisən, keçməməlisən. Özünə aiddirsə, özünü düzəltməlisən, özünü islah eləməlisən. Subhanallah, sələflərdən gəlib ki, alimlər olub ki, deyir, hər gün danışdıqlarını yazıblar. Danışırdı, yazırdı. Nə danışmışam? Gecə onu oxuyurdu. Yatanda oxuyurdu ki, mən nə qədər danışmışam və nələr danışmışam. Əgər onlarda bir problem görürsə, deyir, nə edirdi? Səhər onu tövbəsini edib, heç vaxt onu qayıtmırdı. Alimlər belə yaşayıblar. Onlar Allahla qarşılaşacağı günə inanıb həqiqətən o gün üçün hazırlıq görürdülər. Və bilirdilər ki, zərrə qədər etdiyi heç bir yaxşılıq da unudulmayacaq, zərrə qədər etdiyi heç bir günah da yaddan çıxmayacaq. Allah Subhanahu taala heç bir şey yaddan çıxarmır. Və həmçinin də burada nə gəlir? Günahlarında israrlı olmazlar. Bax, o qardaşlar ki, günah eləyirlər. Günah hər kəsdə ola bilər. Hər kəs böyük günaha da düşə bilər, kiçik günaha da düşə bilər. Lakin mömin günahlarında israrlı olmamalıdır. Mömin bir günah eləyirsə, gedib deməlidir ki, vallahi Allah mənə ömür verib nə qədər ki, gedim onu tərk eləyim, tövbə eləyim. Çünki o günahın cavabı dəhşətlidir. Sən aləmlərin Rəbbinə qarşı asi olursan. Qorx Allahdan ki, Allah Subhanahu taala sənin qəlbini sərtləşdirər, bərkidər, haqq sənə çatmaz. Bugün qardaşlar var ki, bura gətirə bilmirik. Nə qədər xahiş edirik ki, gəlin dərslərə gəlmirlər. Təsiri yoxdur. Və yaxud da qardaş var, tövbə eləmir. Qardaş var, artıq gedir günahlarda elə rahat olur ki, söyür, nəmmamlıq eləyir, günahlarda ləzzət alır, itayətlərdən həzz ala bilmir. Allah qorusun, onun təkliyi Allah bilir necədir. Gizlinin nələri var onun. Allah bilir. O insanın qəlbi daşıb, daş olub. Nə etsindir? Hamısı bax, günahlarda, asiliklərdə israrlı olmasıdır. Allah alıb onun əlindən o şeyi, şirinliyi. Və Allah Subhanahu taala bax, möminləri nə adlandırır?
Fikir verin. Allah buyurur ki: "Və-səri'u ilə məğfiratin." Tələsin edir, qaçın. Biz dünyasını qaçırıq, amma Allah bizə əmr edir ki, niyə qaçın? Allahın bağışlanmasına, Rəbbinizdən olan bağışlanmağa. İlə məğfiratin min rabbikum və cənnətin arduhəs-səmavatu vəl-ardu uiddət lil-muttaqin. Yəni Rəbbinizdən olan məğfirətə və genişliyi yerlər və göylər qədər olan cənnətlərə qaçın, tələsin. İndi fikir ver. Allah Subhanahu ora qaçanları vəsf edir. Əlləzinə yunfiquna fis-sərrai və-darrai. Onlar çətinlikləri, çətin anlarında da, imkanlı vaxtlarında da Allah yolunu xərcləyirlər. Bax, o kəslərdir, bax, tələsənlər. Və sonra deyir ki, وَالْكَاظِمِينَ-الْغَيْزَ və qəzəblərin boğullar. Bax, bunlar həmin adamlardılar. وَالْعَافِينَ عَنِ النَّاسِ və insanları bağışlayırlar. Vallahu yuhibbul muhsin. Allah da onları, o yaxşı əməl sahiblərini, o yaxşı iş görənləri sevir. وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً. Bax, o kəslər ki, bir günah etdikləri zaman, bir pis iş gördükləri zaman, وَظَلَمُوا أَنْفُسَهُمْ və nəfslərini zülm etdikləri zaman, zəkarullaha. Allah zikr eləyərlər, Allah xatırlayarlar. Allah yadlarına düşər. Fikir ver, bax, mömin odur. Mömin bir şey etdiyi zaman, o saat Rəbbi yadına düşər. Subhanallah, mən neynədim? Mən kimə itaət etdim? Rəbbim bağışlayır. Və Allah yada düşər. Fəstəğfəru. Allahdan bağışlanma diləyərlər. Li-zunubihim. Və mən yəğfiru zunubə illallah. Allahdan başqa günahları kim bağışla bilər? Və ləm yusirru alə mə fəalu. Bax, fikir ver, etdiklərində davamiyyətli olmazlar. İsrar etməzlər o günahlarında. Və hum ya'ləmun. Bildikləri halda o günahlarda israrlı olmazlar. Ona görə də deyir ki, şeyx burada gətirir ki, hətta kiçik günahlarda israrlı olmaq insanı aparır, böyük günahlara aparır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, "Lə kəbirətə ma'al istiğfar." İstiğfarla bərabər böyük günah yoxdur. Yəni insan nə qədər istiğfar diləyirsə, insan böyük günaha düşməyəcək və yaxud da böyük günaha bağışlanılacaq. "Və lə səğirətə ma'al israr." Və həmçinin də deyir, israr eləməklə də yəni kiçik günah yoxdur. İnsan israr etdikcə böyük günaha gəlib düşəcək. Ona görə insan gərək bu şeydə diqqətli olsun. Və sonuncu da, bunu da danışım, zikr edeyim, buna kifayətlənək. Və həmçinin şeyx burada başqa bir hədis gətirir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Lə tuksirul kəlama bi ghayri zikrillah." Allahın zikrindən başqa çox danışmayın. Bir yerdə ki, Allahın zikri yoxdur, o məclislərdə çox dayanmayın. Orada çox danışmayın. Allahın zikri olmayan yerlərdə dilinizi çox yormayın. فَإِنَّ كَسْرَةَ الْكَلَامِ بِغَيْرِ ذِكْرِ اللّٰهِ قَسْوَةٌ لِلْقَلْبِ. Allahın zikri olmadan çox danışmaq, bir dil ki ancaq danışır, amma Allahın zikri yoxdur orada, qəlbi qaraldır, qəlbi daşlaşdırır. وَإِنَّ أَبْعَدَ الْقُلُوبِ مِنَ اللّٰهِ الْقَلْبُ الْقَاسِ. Və Allah yanında ən uzaq insanların qəlbi o sərtləşmiş qəlbdir. Ona görə insan gərək, bax, bu dilini də qorusun. Dil dəhşətli bir orqandır. Yəni, bu haqqında kifayət qədər danışmışıq. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu barədə bizə bir neçə tövsiyə edib. Onlardan biri məsələn nə deyir? Kim iki o çənəsi arasında, çənəsi və yəni dişləri arasında olana və yaxud da iki qıç arasında olana zəmanət verərsə ki, qoruyacaq, mən də nəyə zəmanət verirəm? Onun cənnətə girməsinə. Fikir və zəmanət var. İnsan zəmanət versə ki, ya mən bunları qoruyacam, onu cənnətə girəcək. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmlə gəlib soruşurlar ki, ey Allahın Rəsulu, nicat neydədir? Yəni, qurtuluş neydədir? Yəni, qurtuluşumuz hardadır? Onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, öz əleyhinə dilini qorumaqda, evinlə kifayətlənməkdə və günahlarına görə ağlamaqda. Yəni, insan günahlarına görə ağlayarsa və evi ilə kifayətlənərsə və dilini qoruyarsa, vallahi sabit qalacaq. Bu günləri bax, bu problem çoxumuzda yəni ki, olmaqdadır. Və həmçində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bir hədisində yəhmukallah, deyir, göz zina edir, onun zinası deyir, baxmaqdır. Qulaq zina edir, onun zinası qulaq asmaqdır. Dil zina edir, onun zinası danışmaqdır. Əl zina edir, onun zinası tutmaqdır. Ayaq zina edir, onun zinası getməkdir. Cinsiyyət orqanı isə bunların hamısını təsdiqlər ya da təksib edir. Yəni, vaxt hər bir orqanın zinası var. Gözlə zina edirsən, baxırsan, o zinadır. Qulaqla neysə eşidirsən, bir zina şeyini, bir murdar şeyi zinadır. Dillə, bir naməhrəmlə danışırsan, zinadır. Əllə və sonda da Allah qorusun, cinsiyyət orqanı bu zinaların hamısının son nöqtəsini qoyur. Ona görə insan gərək qəlbini sərtləşdirən əməllərdən qaçmalıdır və biz sadaladıq ki, onların birincisi nə oldu?
Allahla əhdi pozmaq və ikincisi insanın nə etməsi? Quran-ı Kərimdən uzaq durması, Quran-ı Kərimi oxumaması və həmçinin də insanın yəni rəhm etməməsi, kasıblardan uzaq durması və həmçində çox danışması. Çox danışmaq burada yəni Allahı zikr etməkdən dilini uzaqlaşdırması. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, kim Allaha və axirət gününə iman edərsə, ya xeyir danışsın, ya da sussun. Ona görə diqqətli olmaq lazım. Düzünü Allah bilir. Və sallallahu əleyhi və Muhammedin və alə alihi və sahbə ecmaîn.